dünyanın demək olar ki, gündəliyinin ön sıralarında olan yaşıl gündəliyi də təsdiq edilib və biz öz növbəmizdə azad edilmiş əraziləri 10.000 kvadrat kilometr olan əraziləri yaşıl enerji zonası elan etmişik və artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir və günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız var. İşğaldan azad olunan ərazilər ekoloji təmiz, səmərəli innovativ texnologiyalardan istifadə edilməklə dünyada ən öndə gedən xalis sıfır emissiyalı yaşıl enerji zonasına çevriləcək. Beynəlxalq təcrübə öyrənilməklə yaşıl enerji zonasının yaradılması üzrə konsepsiya hazırlanıb. 7200 megawatt günəş, 2000 megawatt külək enerjisi potensialına malik Qarabağ və Şərqi Zəngəzurun zəngin yaşıl enerji resurslarından səmərəli istifadə üçün mühüm addımlar atılır. İşğaldan azad edilən ərazilərdə formalaşan su resursları Azərbaycanın yerli su ehtiyatlarının 1/4-ni təşkil edir və hazırda Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarına elektrik enerjisi istehsalı məqsədi ilə istifadənin perspektivləri nəzərdən keçirilir. Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı isə 500 megawattdan yüksək qiymətləndirilir. Dayanıqlı enerji təminatı üçün böyük potensiala malik və Azərbaycan tərəfi üçün gücü 140 megawatt olacaq Cəbrayıl rayonunda Araz çayı üzərində Xudafərə və Qızqalası su elektrik stansiyalarının inşası sürətləndirilir. Stansiyaların hidroqovşaqlarına aid bəndlərin tikintisi yekunlaşıb və bütünlükdə işlərin 2024-cü ilədək tamamlanması planlaşdırılır. 1 milyarda yaxın dəyəri olan proyekti toplam 280 megawattın 140 megawatt Azərbaycan tərəfində qurulacaq. Deməli, elektrik stansiyaları nöqteyi nəzərindən illik istehsal hardasa 400 milyon kilovata qədər nəzərdə tutulur. Kifayət qədər böyük bir miqdardır. Və bəlkə deyərdim ki, elektrik enerjisindən ziyadə bu su ehtiyatları baxımından çox əhəmiyyətli proyektdir. Ortalama olaraq burada 1,6 milyard kubmetrdən daha çox suyun qorunması, ambarda tutulması nəzərdə tutulur. Laçın, Kəlbəcər və su qovşağında ümumi gücü 20 megawatt olan 3 kiçik su elektrik stansiyası bərpa edilib. Bərpa olunan Gülə 1, Su Qovşan 1 və Su Qovşan 2 kiçik su elektrik stansiyaları, həmçinin yenidən tikilən Kəlbəcər 1 kiçik su elektrik stansiyasından başqa hazırda dağıdılmış vəziyyətdə olan 33 kiçik su elektrik stansiyasının bərpası istiqamətində araşdırmalar aparılır. BP ilə Cəbrayıl rayonunda həmin 240 megawatlıq stansiya ətrafında işlərimiz davam edir. 2022-ci ildə oradakı ərazilərin, bilirsiniz buna təqribən 240 megawatt üçün yüzlərlə hektar ərazi lazımdır. 900 hektar ətrafında bir ərazidən bəhs edirik və bu ərazilərin əlbəttə ki seçimi münbit olan torpaqlarla örtüşməməlidir. Müxtəlif burada elementlər var. Bu il o ərazinin tamamilə minadan təmizlənməsi nəzərdə tutulur. Artıq bu proqramda təsdiq edilib. Eyni zamanda bizim Kəlbəcər-Laçın ərazisində də 100 megawatlıq stansiyanın tikilməsi istiqamətində maraq sorğumuza artıq ona yaxın şirkət cavab verib. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının ərazisində yüksək günəş enerjisi potensialına malik 8 ərazi seçilib. Həmin ərazilərdə ümumilikdə 7214 megawatt gücündə günəş elektrik stansiyalarının yerləşdirilməsi mümkün görünsə də, cənub ərazilərin bir hissəsinin kənd təsərrüfatı təyinatlı ola biləcəyi nəzərə alınaraq ümumi potensial 4000 megawattdan yüksək qiymətləndirilir. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi qlobal çağırışları və müasir inkişaf tendensiyalarına uyğun mühüm strateji yanaşma kimi dəyərləndirilir. Ümumilikdə isə yaşıl enerji zonası üzrə nailiyyətlər Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən olan təmiz ətraf mühit və yaşıl artım ölkəsi istiqamətində energetika sahəsində qarşıya qoyulmuş hədəflərə çatmaqda böyük dəstək olacaq. Südabə Cahangirli, Qəhrəman Məmmədov, ASTV Xəbər.